Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən 9 mart 2025-ci il tarixində Respublika ərazisində 2 zəlzələ qeydə alınmışdır. Belə ki, 9 mart 2025-ci il tarixində yerli vaxtla 04:01-də Pirqulu stansiyasından 15 km şimal-qərbdə İsmayıllı rayonunun ərazisində maqnitudası 3,7 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağının dərinliyi 43 km-dir və zəlzələ hiss edilməmişdir. 9 mart 2025-ci il tarixində yerli vaxtla 07:49-da Yardımlı stansiyasından 11 km cənub-qərbdə Lerik rayonunun ərazisində maqnitudası 4 olan zəlzələ qeydə alınmışdır. Zəlzələ ocağının dərinliyi 15 km-dir. Zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər ətraf rayonlarda 3-4 bala qədər hiss olunmuşdur. Əlavə olaraq onu qeyd edək ki, hər iki zəlzələnin qeydə alındığı ərazilər Azərbaycanın seysmik baxımdan aktiv bölgələridir və vaxtaşırı həmin ərazilərdə maqnitudası 3 və 3-dən yuxarı olan, hiss edilən və yaxud hiss olunmayan zəlzələlər qeydə alınır. Bu baxımdan da vətəndaşlarımızın hər hansı narahatçılığına ehtiyac yoxdur.